7 may 2019-cu il Azərkitab Kitab Evində Avrasiya Araşdırmalar İctimai Birliyinin sədri, millət vəkili Qənirə xanım Paşayevanın və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri xanım Arzu Bağırovanın dəvəti ilə ölkəmizə təşrif buyuran Türkiyəli yazıcı, təşəvvüf alim, Türk Qadınlar Mədəniyyət Dərnəyinin sədri Camalnur Sarqutun Azərbaycanlı oxucuları ilə görüşü, yazarın qələminin ən gözəl nümunələrindən olan Canı Candır Həzrəti Əhməd Məhəmməd Mustafa adlı kitabın təqdimatı və imza günü keçirilib. Tədbirə öz ürək sözləri ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri xanım Arzu Bağırova başlayıb və tədbir açıq elan olunub. Həmçinin Arzu xanım bildirib ki, bu Türkiyəli yazarın ölkəmizdə qonaq olduğu ikinci gündür və bundan öncə İlahiyyat İnstitutunda, Dini Məsələlər üzrə Dövlət Komitəsində, Azərbaycan Milli Elmlər Akademiyasında oxucular, şəhid ailələri və qazilərlə silsilə görüşlər və simpoziumlar keçirilib. Hoş geldiniz. Her zaman sizi burada bekliyoruz. Başımızda sizin de yeriniz var. Biz 2 gündür Camalnur Hanım'la çok güzel silsile tədbirlər keçirdik. Bunlar İlahiyyat İnstitutunda oldu. Daha sonra Dini Məsələlər üzrə Dövlət Komitəsində oldu. Elmlər Akademiyasında çok güzel görüşler geçirildi. Camalnur Hanım söhbətlərindən biz daha çok zenginleştik. Daha çok öğrendik. Bilirsiniz ki o çok meşhur təsavvuf alimi ve yazıcıdır. Onun danıştıklarından, onun söhbətlərindən, öyrəndiklərimizdən daxili aləmimiz, mənəviyyatımız çok böyle zenginleşir. Ve bugün de onun çok güzel bir kitabının təqdimatına yığışmışıq bura. Əslində mən istəyərdim hamımız içimə daxil olmaqla onu birləyək. Sarı mən sizə təşəkkür edirəm. Azərkitabın qapılarını hər zaman bizə açırsınız. Minnətdarız sizə. Gələn qonaqlarımıza, kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm hər birinizə gəldiyiniz üçün. Və heç uzatmadan biz sizi dinləmək istiyoruz Camalnur Hanım. Camalnur Sarqut tədbirə toplanan iştirakçılarla kitab haqqında fikirlərini paylaşıb və tədbir boyunca oxucuların suallarını cavablandırıb. Kamili də Allaha qovuşur. Bax, cənnətimiz budur. Təsəvvüfdür bu. Bu gözəl bir məktəbdir. Yəni bu dövrün o ictimai əsayişlərin pozulduğu bir məqamda bizim ulu babalarımızın, ulularımızın həyatı tənzimlənmək məqsədlərindən irəli gələn bir cəryandır. Və bax bunları demək istəyirəm. Yani hocamız demek istiyor ki güzel kızım, cennet cennet diye tutturma. Cennet cennet dedikleri birkaç köşkte birkaç huri. İsteyene versen onu. Bana seni gerek seni. Yani Allah'ın cemalini istemek esas cennettir. Evet, Allah'a kavuşmak. Evet. Bak budur mesele. Doğru. Şurada bir soru var arkada. Ramazanınızı tebrik ediyorum. Teşekkür ederim. Hayırlı Ramazanlar. Azerbaycan için, Türkiye için, tüm Müslüman dünyası için hayırlı Ramazanlar dilerim. Size teşekkür ederim. Bu kadar yolu da aşıp gelmişsiniz buraya kadar. Çok çok teşekkür ederim. Çok şadım. Tek televizyondan yok. Sizi canlı olarak gördüm. Ben Elmlər Akademiyasında, Azerbaycan Elmlər Akademiyasında işləyirəm. Coğrafya konusunda. Hemen hocayım. Bakı Devlet Üniversitesi'nde işləyirəm. Çok size yetim çocuklarla vakf var bizde. Cebir adı. Orada çalışıram uşaqlarla. Size bir balaca hediyem var. Ramazanla bağlı. Bu bizim çocukların her kapıya öz elleriyle Kur'an'dan dualardır. Ve bu hurmanı da iftara onlar, tüm hamd kapılara onları bağışlıyor. Çok isteyerdim ki Türkiye kapısında da böyle bir şey olsun ve size bizim adımızdan onu çaktırıyorum. Biz size temas edersek, bizim bir programımız var. Çocuklar, böyle öğrencileri getirtiyoruz. Hem Almanya'daki Türkleri, hem Belçika'daki Türkleri, buradaki Türk çocuklarını, onlara devletle birlikte bir gezi yaptırıyoruz. Konya, Bursa, onlara birkaç tane öğrenci seçer, buradan da alırız. Her sene böylece alırız. Siz hocalarımızla bir temas edin lütfen. Olur mu canım? Çok teşekkür ederim. Size teşekkür ederim. Yetim çocuklar yaptık. Çok teşekkür ederim. Sağ olun. Benim sualım yok, sadece sizden bir isteğim olacak. İstəyirəm ki, mesela bizlerden, daha doğrusu bu cığır cemaatinin yolunda sizin de bir xidmətiniz olsun nə mənada. Məsəl üçün, yetimlər haqqında olan aillərdə, necə ki, imkanlı şəxslərin, yetimlərin olan imkanların üzərində haqları olması ilə əlaqəli istəyərdim ki,
Siz de bir iki ayə və yaxud da ki, elə sizin dilinizdən də bu haqda bir dəvət olunsun. Efendim, Kur'an-ı Kerim'de en çok konulan yetim. Peygamber Efendimiz yetimden Yetimlərin üzərindəki yetimlərin haqqı. yetim korunmak mecburiyetinde. Madem ki Allah yetimi korumuş ve özel olarak almış, sizin yani o kadar büyük bir sevap işliyorsunuz ki yetime hizmet etmekle. Bizler de mesela Kadir geceleri, Kadir gecesinde Peygamber Efendisi var. Yetim başı okşayın, her şeyden daha kıymetli. Sonda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri xanım Arzu Bağırova Xəbər 24-də müsahibə verib və qeyd edib ki, Camalnur Sarqut xanımın iştirakı ilə artıq bir sıra silsilə simpoziumlar keçirilib, habelə İlahiyyat İnstitutu ilə uğurlu əməkdaşlığın başlanğıcı qoyulub. Bugün Azərbaycanımızın daha bir qonağını qəbul etdik. Bu bizim millət vəkilimiz Qənrə xan Paşayevan rəhbərliyi etdiyi Avrasiya Araşdırmalar İctimai Birliyi və mənim rəhbərlik elədiyim Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəvəti ilə Azərbaycanımıza təşrif buyurmuş təsavvuf alimi, yazıcı Camalnur Sarqut qonağımız oldu bizim. 3 gündə o Bakımızın qonağıdır. Əvvəl də Bakıda qonaq olmuşdu və bu 3 gündə biz çox gözəl tədbirlər və görüşlər keçirdik. İlahiyyat İnstitutunda, Elmlər Akademiyasında, daha sonra şəhid ailələri və qazilərimizlə çox gözəl görüşlər oldu. Çox gözəl əməkdaşlığın başlanğıcı qoyuldu İlahiyyat İnstitutu ilə və bugün də biz burada Azərkitabda Camalnur xanımın bu kitabının təqdimatını keçirtdik və insanlarımız çox böyük zövq aldılar. Bura gələn insanların verdiyi suallar, bilmək istədikləri, öyrənmək istədikləri yalnız bizim daxili aləmimizin zənginlənməyi oldu.